İnsanlar tez-tez Allah'tan şikayət edirlər ki, bu dünyada ədalət yoxdur, Allah zalimin tərəfindədir. Əslində düz də deyirlər, amma sizin anladığınız mənada yox. Siz özünüzü məzlum adlandıran zəiflər o üstdəkilərin əclaf olduğunu deyirsiniz. Amma mən sizə deyim, Allah sadəcə sizin ən yaxşılarınıza fürsət verir. Yəni sizin alçaq adlandırdığınız o güclülər əslində bəlkə də içinizdəki ən yaxşılardır. Allah alçaqlıqda kim daha geri qalırsa, yəni kim daha az murdardırsa onu üstə saxlayır. Daha betərlərini, yəni sizi isə aşağıda saxlayır ki, güc tapıb dünyanı cəhənnəmə çevirməyəsiniz. Siz həmişə güclünün murdar olduğunu deyirsiniz, amma özünüzün güclü, imkanlı olacağınız təqdirdə necə bir canavara, necə bir murdar məxluqa çevrilə biləcəyinizi görmürsünüz. Siz sadəcə imkanınız olmadığı üçün təmiz qalmısınız. Kasıb təbəqə həmişə bir tikə çörək üçün çalışır. Onların prioriteti kartofdur, soğandır, suda bişən taxıl məhsullarıdır. Axı belə bir insan necə narkoman olsun? Əgər o marixuana çəkmirsə, bu o demək deyil ki, o nəşəxor deyil. Bu o deməkdir ki, o adam sadəcə ölməmək üçün çalışır. Belə adamlar sadəcə doğru yaşamağa məcburdular. Bəlkə də əllərində imkan olsaydı, elə çox güman ki, o əclaf dedikləri varlılardan daha betər olardılar. Varlı adamla kasıbı eyni mənəviyyat tərəsinə qoymaq haqsızlıqdır. Kasıb heç vaxt varlıya mənəviyyat dərsi keçə bilməz. Çünki kasıbların çoxunun mənəviyyat dediyi şey sadəcə pis yerlərə xərcləməyə pullarının olmamasıdır. Onların iffəti cibləri kimidir. İçi boş olduğu üçün təmiz görünürlər. Əslində bütün güclülər zəiflərə nisbətdə olduqları yerə layiqdirlər. Çünki güclü olmaq üçün qorxsan belə irəli getməlisən. Zaman-zaman çirkin şeylər yaratmalı, risk etməli, düşüncə gücündən sonuna qədər istifadə etməlisən. Zəif yaşamaq bəlkə də asan görünür, amma zəiflikdən çıxıb güclü olmaq hər adamın da işi deyil ki. Zəiflərin əksəriyyəti sadəcə tənbəllikdən, cəsarətsizlikdən və əlindəki qəpik quruşu itirməmək qorxusundan o quyuda qalıblar. Və utanmadan buna yaxşılıq deyirlər. Əgər sən çəkingən birisənsə, riskdən qaçırsansa, sən Allah yolunda yaşayan adam ola bilməzsən. Özün üçün risk etməyə cəsarəti çatmayan adam Allah üçün və yaxud da başqaları üçün nə edə bilər ki? Sən sadəcə bir dızqaqsan. Sənin əxlaqın deyil, qorxaqlığın sənə günah işləməyə imkan vermir.